Jungle. Sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının ve Avtobazar Göyçay TikTok sayfasının değerli hörmətli izləyiciləri, mən Sehran sizləri salamlayıram. Bu günlərim 2 may 2026-cı ildə həftənin 6-cı gündür. Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür. Sözün açığı 2 gündür bütün Göyçay bir xəbərlə sarsılıb. Mən özüm də hələ o xəbərin davrasından tam çıxmamışam. Bildiyiniz kimi 30 aprel 2026-cı ildə Milli Onkologiya Mərkəzində partlayış baş vermişdi və partlayış nəticəsində həm kəndimizin, həm də Göyçayın fəxrli oğullarından biri olan Asif Nəsirli doktorumuz ağır yaralanmışdır və hal-hazırda reanimasiyadadır. Allah'tan doktorumuza, Asif doktorumuza acil şəfalar diləyirik. Tezliklə ayağa qalxmasını arzu edirik. Mən də sözün açığı bazara gəlməyəcəkdim. Bu xəbər mənə çox sarsıdıb. Amma sizlər üçün dedim gəlim Göyçay maşın bazarının çəkişini eləyim. Göyçayın girişindəyəm. İnşallah bir yol maşını ilə maşın bazarına doğru irəliləyəcəyik. Allahın köməkliyi ilə. İzləmədə qalın. Bazarın girişindən çəkişə davam edəcək. Bir daha salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok sayfasının dəyərli hörmətli izləyiciləri, mən Sehran sizləri bir daha salamlayıram. Gəlmişəm Göyçay maşın bazarının girişindəyəm. Bazarda hər həftə olduğu kimi bu həftədə maşınlarımız var. Həm xarici maşınlar, həm vaz maşınları, həm yük maşınımız da var. İnşallah ki hamısını çəkib göstərəcəm. Amma ilk öncə sizlər üçün ön tərəfdən çəkiş eləyim və asta-asta bazara daxil olub adətən ənənəyə sadiq olaraq da və çəkişə inşallah ki başlayacağıq. Bazarımızın girişində olan maşınları görürsünüz. Həm bazara maşın almağa gələnlər, maşın bazarı haqqında maraqlanmağa gələnlər, bazara da bir dənə maşın gəldi hal-hazırda. Və inşallah ki çəkişə başlayacağıq. Bazara asta-asta daxil olacağım. Burada bazarımızın girişində bir dənə belə bir elanımız var. Çəkilişdə bunu mən göstərirəm. Göyçay avtomobil bazarı hər həftənin 6-cı gün xidmətinizdə 050 051 627 46 83, həmçinin 050 977 66 08 və WhatsApp nömrələri var hər üç nömrənin. Həmçinin sırf WhatsApp nömrəsi 055 628 11 36. Mən çəkiş eləyərkən belə bir çəkişdə eləmişəm. Bilirsiniz ki, Göyçay maşın bazarının rəhbərliyi Seymur müəllim öz təşəbbüsü ilə 44 günlük vətən müharibəsində şəhid olmuş Göyçaylı igidlərimizin xatirəsini əbədiləşdirmək üçün Şəhidlər Bulağı kompleksi ərsəyə gətirmişdi. Və bunun xüsusi çəkişi YouTube kanalımda var, baxa bilərsiniz. Və mən də özümə borc bildim. 44 günlük vətən müharibəsində bildiyiniz kimi 3000-ə yaxın oğlumuz şəhid olub. Və bunların da bu şəhidlərdən Göyçayın da payına düşüb. Şəkildə gördükləriniz Göyçaylı igidlərimizdir. Bu həmən plakatda mənim uşaqlıq dostum Əzizov Şəmistan, Bilalov Abdülcəmil, Əliyev Elnur, Həmirov Rəhim, Əhmədov Zamiq, Məmmədov Elvin, Abdullayev Səməd. Bunlar hamısı mənim dostlarım idi. 44 günlük vətən müharibəsində bayrağını, torpağını hər kəsdən uca tutaraq vətən uğrunda döyüşərək ən uca zirvə olan şəhidlik zirvəsinə yüksəlmişdi.
və bir dostumun adını da qeyd edeyim, Səlimov Paşa. Allah yəni dost burada olan şəhidlərin timsalında cəmi şəhidlərimizə rəhmət eləsin. Bu günlərim ayaq üstə gəziriksə, nəfəs alırıqsa biz bunları şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə, yaxınlarına səbir versin. İnşallah, bəli. Aha, gəlirəm. Və qazilərimizə də Allahdan şəfa diləyirəm inşallah. Hə, asta-asta bazarımıza daxil olaq. Görək bu həftə bizləri hansı maşınlar gözləyir. Burada Göyçay maşın bazarının möhtəşəm girişi və bazarımıza asta-asta daxil olarkən burada həm bazar rəhbərliyini görürük, həm də ki bazarımızda salam əleykum, sabahınız xeyir olsun. Namik əmin danışacağım. Namik əmin sabahın xeyir olsun. Abasınız xeyir olsun. Xoş gəlmisiniz siz də Göyçay maşın bazarına. Bir məlumat alaq Göyçay maşın bazarı haqqında. Necədir vəziyyət? Çox gözəldir Göyçay maşın bazarında. Əhali sezona qarşı çox gözəl tünləşmə gedir, alqı-satqı güclənir. Yəni alış var. Alış var. Bəli. Alış var. Cəmaatda görürsən ki, dəyişiklik var. Alqı-satqı da Allah qoysa get-gedə güclənəcək. Mən bütün Azərbaycan xalqından bəli bildirəm ki, Göyçay rayonu həm qonaqpərvərdir, həm insanların qarşısına çıxmağa ləyaqətlə bacarandır. Yəni burada bütün bizim hər bir şəraitimiz var. Gəlmək istəyənlər buyursun, gəlsin Göyçay maşın bazarına, tanış olsun bizlərlə. Dəvət edir. Hər həftənin də 6-cı günü. Hər həftənin 6-cı günü saat 5-dən saat 4-ə kimi, 5-ə kimi fəaliyyətdəyik, işləyirik. Hər bir şeyimiz də var. Bəli. Buyurun, gəlin qardaşlar, ürək istəyənlər gəlsin. Bir maşın alqı-satqısından ötü yox. Gözəl bizim təbiətimizi tanımaqdır. Gözəl bizim nar bağlarımızı tanımaqdır. Gözəl bizim Göyçay bağlarımızı tanımaqdan ötü. Xiyar pomidor təsərrüfatımızı tanımaqdan ötü. Əhalimizi tanımaqdan ötü buyursunlar, gəlsinlər Göyçay. Məlumizdəki şahlı yerində. O demək deyil ki, Göyçaya gəlib maşın almaq, maşın satmaq. Bəli. Amma insanlarla, gözəl insanlarla tanışlıq eləmək, ünsiyyət qurmaq mənim qəlbimdə bu gözəl fikirdir. Mən bəli, dəvət edirəm bütün Azərbaycan xalqının buyursunlar, gəlsinlər Göyçay bazarına. Biz də biraz saqqal kimi əlimizdən gələni, bəli, çalışarıq ki, onlar üçün o şəraiti yaradaq, onları qarşılayaq. İnşallah. Seymur müəllim, siz nə deyə bilərsiniz? Nə deyərik ki, Ağsaqqal nə deyirsə, Ağsaqqal deyən sözün qabağında nə söz deyək. Bəli. Yəni rayonlarımıza dəvət edirik ki, gəlsinlər bu maşın bazarından. Yəni özəl kampaniyalarımız var. İndi bir kampaniyanı mən deyəcəm. İnşallah canlıca indi burada qeyd eləyəcəm, çəkiş eləyə və dəyərli Namik dayımız, Namik əmmimiz və Seymur müəllimdən məlumat aldıq və biz çəkişə başlayıram mən artıq. İnşallah ki, çəkiş eləyəcəm, amma ilk öncə maşınları göstərdim. Mən sizə keçən həftə, digər həftələrdə demişdim ki, Göyçay bazarında kampaniyalarımız olacaq. Deməli bir əsas kampaniyamız, may ayına özəl əsas kampaniyamız budur ki, Göyçay maşın bazarına həm öz maşınını, həm iki dostunun maşınını Göyçay maşın bazarına satışa gələn müştəri öz maşınından əlavə iki dostunu Göyçay maşın bazarına gətirən, maşın satmaqdan ötürü gətirən izləyici ya müştəri öz maşınını pulsuz bazara daxil edəcək. Yəni əsas kampaniyamız odur. İnşallah ki, bu kampaniyamız 10 gün ərzində, belə 2 həftə ərzində davam eləyəcək. Allahın köməkliyi ilə digər kampaniyalar haqqında da məlumat verəcəm. Nəsə, uzatmayaq sözü, başlayaq. Allahın köməkliyi ilə ya Allah, bismillah eləyək. İşimizə başlayaq. Allah hər bir kəsin işini avan eləsin. Ya Allah, bismillah. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 06 həvəskarları, sizlər üçün Göyçay maşın bazarında bir dənə 06 çəkib göstərəcəm. Deməli, məlumatları qeyd eləyəcəm. Maşın sahibi biraz kənardadır. Yəni, telefonla danışır deyə məlumatları çalışıb özüm qeyd eləyəcəm. Deməli, maşının ili 90'dır.
Motoru 03'dür, korobka 4'dür, difrində səsi yoxdur, korobka atmır, motor yağ yemir. Belə, yəni ciddi bir kosmetik işə ehtiyacı görmürəm ki, hər hansı bir yerində kosmetik işə ehtiyacı olsun. Belə yəni bax cüzi belə bir işləri ola bilər. O da böyük bir əhəmiyyət kəsb eləmir. Start qiymət 4300. Real alıcıya endirim olunacaq. Təbii ki, maşın bazardır. Yəni gəlirsən 4300 deyir, oturursan, danışırsan. Məsələn, qəşəng bir maşın sahibi bayaq qeyd elədi ki, qardaşımız ki, bir qəşəng bir endirim eləyəcəm. Telefon nömrəsi qapı bağlıdır. 050 görürsüz burada. 648 92 27. Adı nə idi? Yadımdan çıxdı. Ülvi. Maşın sahibinin adı Ülvidir. Maşına salon görürsüz normal. Göyçayda baxmaq mümkündür. Barter təşriflərinizi, həmçinin maşın haqqında daha ətraflı baxın. Nömrə qeyd olunub, o nömrə ilə zəng vurub danışa bilərsiniz. Mən də ətraflı çəkim göstərim. Baxırıq. Yəni baxırıq. Ülvi bilən kapotu qaldır. Kapı da var. Eləmi bilən qaldır. Eləmi? Keçəndə mən muhakkədə uşaqlar. Bildim. Baxırıq. Nə motordur Ülvi? 03 motordur. Özdə yəni yağ yeməyi falan yoxdur. Akkumulatoru yeni. Nömrə də üstündə qalacaq. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyim əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. YouTube izləyiciləri, 08 həvəskarları, sizlər üçün Göyçay maşın bazarında Ağrəhdə Vaz 2108 markalı avtomobilin çəkişini eləyəcəm, amma hansı məlumat verirsiniz? Ağsaqqaldan alıb məlumatları. Salam əleykum Ağsaqqal, Allah bazar yetirsin. Məlumat alaq zəhmət olmasa. İl neçənci ildir? 89. 89. Motor, korobka, ходовой sistemi. Motor, zavod motoru. Vəbşə maşın zavodskoydur. Aha, aha. Yəni ilə 89 zavodskoy maşındır. Qaçışına da söhbət yoxdur. 5 korobkadır. Aha. Ходовой sistemində problemi bir zadı dənə yerində bir çepi ola bilməz. ola bilməz. Qiyməti nədir? Qiyməti 3300. 3300. Yeri var. Yəni razılaşma 50 manat, olacaq. 100 manat, Endirim razılaşma yeri olunacaq. var. Qısa bir cüz'in bir endirim olunacaq. Endirim olacaq. Telefon nömrənizi işte. Telefon nömrəsi 050 aha 394 53 34. 050 394 53 34 adın Üsal. Üsal. Maşına harda baxmaq olar? Ağsu rayonunda. Ağsu əhalisinə buradan atəşli salamlar. Hansısa maşınla barter eləyərsiniz yoxsa nağd pula ehtiyac var? Barter yoxdur. Nağd pula ehtiyac Nağd pula var. Deməli Vüsal qardaşımızdan məlumat aldıq. Bir daha özüm qeyd edeyim. Maşının illi 89. Maşın sahibinin verdiyi məlumata görə maşın zavoddur. Yəni dəyişən detaldan söhbət belə gedə bilməz. Motor, korobka, ходовой sistemi əla vəziyyətdədir. Bildim, baxırıq. Salon səliqəlidir. Görürük hamısını. Bunun olsa ki, bir şey var ki, yəni qapının böyüklüyünə fikir verin siz. Hə, həqiqətən elədir. Allah haqqı elədir. Maşın sahibi gözəl qeyd elədi. Ya Allah, maşallah bir kalo, iki kolonka, bir Ekranı basovka. Yəni belə bırax Ağsaqqal, bırax bağlayaq. Nömrə üstündə qalacaq. Nömrə üstündə qalır. Qapının bağlanmağına fikir Aha. Aha, yəni baxırıq sürücü tərəfdən salona. Belə ciddi bir problem nəzərə çarpmır. Bir dənə indi qaldıraq zəhmət olmasa. Yəni qaldıraq mən mühərrik yerində çəkim göstərim. Deməli start qiymət 3300 manat deyildi. Təbii ki, real alıcıya endirim olunacaq. Maşın sahibi qeyd edir ki, ekranı falan hamısı yəni təmizdir. Bunlarda əsas ekrandır. Bəli. Motora baxırıq. Granatlar. Motorda problem zad yoxdur. Təkərlər təzə. Təkərlər yeni. Baxırıq. Görürsüz.
Belə option çəkim göstərim ki, siz də baxasınız. Belə. Yəni almaq istəyən gəlib özü real baxsın maşına, yəni görsün nənədir. Və mən də bir daha qeyd eləyirəm. İli 89-dur. Korobka 5, motor problemsiz. Yəni xadava sistemi əla, ekran yaxşı vəziyyətdə. Start qiymət 3300. Real alıcıya endirim olunacaq. Əgər sizə bu maşın maraqlıdırsa, maşın sahibi Vüsal qardaşımız nömrə qeyd elədi. O nömrə ilə zəng vurub bu maşın haqqında daha ətraflı və geniş məlumat ala bilər. YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 16 həvəskarlar. Sizlər üçün Göyçay maşın bazarında ağır etibar CMB-06 markalı avtomobilin çəkişini eləyəcəm. Məlumatları da özüm qeyd eləyəcəm. Deməli, maşınımızın ili 2005-dir. Motor 06, korobka 4, diferində səsi yoxdur. Münasib qiymətə deyir sahibi 4700 manat start qiymətdir. Real alıcıya endirim olunacaq. Maşın sahibinin verdiyi məlumata görə maşında heç bir problem yoxdur. Yəni problemsiz bir maşındır. Bu günlərim kim istəsə, yəni gəlib ustası ilə baxa bilər, yaxından maşınla yəni nəzər yetirə bilər. Maşın sahibinin telefon nömrəsini sizlərə qeyd eləyəcəm. Deməli 050 420 3909. Maşın sahibinin adı Kənan əmmimizdir. Maşına Ucar ərazisində baxmaq mümkündür. Parti təkliflərinizi qeyd elədiyim əlaqə nömrəsinə zəng vurub qeyd eləyə bilərsiniz. Baxırıq. Salon səliqəlidir. Motorxanaya nəzər yetirir. Motorxana da yaxşı vəziyyətdədir. Motor yağ yemir. Akkumulatoru yenidir. Belə, əgər bu maşın sizə maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyim əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. İzləyiciləri, TikTok səhifəmin izləyiciləri, sizlər üçün Göyçay maşın bazarında ağır etibar CMB-07 markalı avtomobilin çəkişini eləyəcəm, amma maşın sahibi məlumat verəcək. Maşın sahibi mənim yaxın dostlarımdan biridir. Nə var, nə yox, necəsən? Hə, Allah bazar yetirsin, başda görək. 81-indir. Aha. Korobkada atma yoxdur. Motor 4-5-li korobka. Korobka 4, motor 5. Aha, 05. İdeal vəziyyətdədir. Beləmi diferində səsi? Diferdə elə bil ki 50-də 60-da yüngül cüzi səsi var. Ondan sonra səsi itir. Qiyməti neçədir? Qiymət son 2500. Sonu 2500. Telefon nömrə deyil. Telefon nömrəm 051 389 38 53. Adım da Fəqan. Adım da Fəqan Göyçayda baxmaq. Fəqan maşını fırda baxsın. Bildim, çəkəcəm o həmin. Hansı maşınla barterə gedərsən? Gedərəm. Hansı ilə? 011-lə. Üstündə pul almaq yoxsa öz dəyəri qiymətində? Üstündə pul almaq. Üstündə pul almaq şərti ilə 011-lə barterə gedərsən. Baxırdan 011-ə belə olacaq ki, mən verəcəm. Ha, elə olacaq ki, bəlkə də sən verirsən. Deməli, Fəqan qardaşdan məlumat aldıq. Dostumuzdur, qardaşımızdır. Yəni dedim çəkim göstərim. İli 81-dir. Motor 05 motordur. Korobka 4-dür. Motor yağ yemir, yeni yığılıb, başı ilə cavabdehdir. Bu qapı bağlıdır. Xatırladaq. Bir dənə belə sərnişin tərəfdən çəkim göstərim. Deməli motor 05, korobka bura bağlıdır, eləmi? Aha. Baxırıq. Deməli yerində qiyməti Fəqan qardaş qeyd elədi. Sonu 2500 manat. Açıqdır. Aha. Sonu 2500 manat. Real alıcıya indi endirim olunacaq, olunmayacaq. Fəqan qardaşın özü ilə danışıb məlumat ala bilərsiniz. Motor 05 motordur, yeni yığılıb. Yəni baxa bilərsiniz. Bir dənə vilka yerindəçilik var orada. Aha. Oradakı yerində qaydan da ki, demişəm, icazə almışam, kəsdirib yanıcı eləmək olur. Ha, inşallah, inşallah. Hər bir məlumatı qeyd elədi, nömrə də üzərində verilir. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz bu 07 haqqında. Barterdə mümkündür. Vaz 25-011 markalı avtomobilin həm dəyəri qiymətində, həm dəyərindən aşağı, həm də dəyərindən yuxarı Vaz 25-011 ilə barter mümkündür. Sizə də bu maşın maraqlı gələcək, qeyd olunan əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. YouTube izləyiciləri, 011 həvəskarları, özünə ideal 011 alıb sürmək istəyən izləyicilərimiz.
Sizlər üçün Göyçay maşın bazarında sarı rəngdə Vaz 25 011 markalı avtomobilin çəkini eləyəcəm, məlumatları da özüm qeyd eləyəcəm. Deməli, ili 87. Eləmi Arzuman əmi? 87. Motoru 11, karofkası 4-dür, difrində səsi. Qram səsi yoxdur. Motor yağ yemir, karofka atmır. Yəni maşının kosmetik işə ehtiyacı yoxdur. Maşın sahibi start qiymət olaraq maşını 3500 manatı deyir. Real alıcıya endirim olunacaq. Təbii ki, gəl maşının yanında, maşına baxandan sonra endirim olunacaq. Maşın sahibinin adı 050 Arzuman əmmimizdir. Maşın sahibinin nömrəsi 050 456 01 89. Maşına Göyçayda baxmaq mümkündür. Partiya təkliflərinizi və qiymət haqqında qeyd elədiyim əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Baxırıq stəkan yerləri, çiçək kimi ümumiyyətlə. Baxırıq salon səliqəli və bu günləri yəni mən belə deyim ki maşının bu günə olan heç bir problemi gözə nəzərə çarpmır. Gəldik bu tərəfə belə və bu da maşınımızın motorxanası. 011 motor, akkumulatoru yeni. Belə çəkdim, göstərdim. Məlumatları da qeyd elədim. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyim əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında.